əziz müəllimlər, xoş gördük hər birinizi. Keçən videolarda sizlər üçün 2025 MİQ testlərinin izahını çəkmişdim. Bugün isə 15-ci sualdan etibarən testlərin izahlarını sizə təqdim edəcəm. İlk öncə MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlərin verdiyi suallardan biri nəzəriyyə düşəcəkmi? Bəli, iştirak edənlər bilir ki, nəzəriyyə sualları imtahana düşür. Həmçinin sertifikasiya imtahanına da düşəcəkdir. Nəzəriyyə deyəndə Təhsil Nazirliyi tərəfindən verilən çərçivə var ki, o çərçivədə də qeyd olunubdur ki, elementar musiqi nəzəriyyəsi. Elementar musiqi nəzəriyyəsi dedikdə, burada nəzəriyyənin daha sadə versiyaları salınır. Yəni, qammalar salınır, hər notların hərf adları, daha sonra intervallar, ton köç səslisi və s. Nəzəriyyənin özü əslində mürəkkəb bir formadır, özünüz bilirsiniz. Mürəkkəbdir, əgər onu biz dərinliklə öyrənsək, daha çətin olar. Amma elementar dedikdə burada daha sadə versiyasıdır. O suallardan biri bu ildə düşmüşdü, ondan qabaqki ildə başqa bir versiyası düşmüşdü ki, intervallar haqqında. İndi sizə qısa olsa da izahını verəcəm. İlk öncə, baxın, nəzəriyyə gərək kollecdəmi, yaxud da 5 illik, 7 illik məktəb musiqi təhsil müəssisələrindəmi keçirilir. Amma orada keçirilməyəndə, sonraki dövrlərdə onu anlamaq, başa düşmək biraz müəllimlər üçün çətin olur. Başa düşənlər onsuz da bilir, amma başa düşməyənlər üçün, intervallarda çətinlik çəkənlər üçün ən sadə versiyasını izah edəcəm ki, daha yaxşı, ən azından imtahana düşsə, bu sualı yaza biləsiniz. Sıfırdan başa salacağım sizə. Deməli, ilk öncə interval nədir? Interval sözünün mənası aralıq məsafə deməkdir. İki səs arasında olan məsafəyə deyilir. Birinci intervalımız prima intervalıdır ki, prima intervalı məsafə 0 tondur arasındakı məsafə. İki eyni səs arasında olan məsafəyə deyilir. Yəni, do arasında olan məsafədirsə, eyni oktavanın söhbət gedir, bu 0 tondur. Daha sonra ikinci intervalımız sekund intervalıdır. Sekund intervalı kiçik, böyük olmaqla iki yerə bölünür. Kiçik sekund intervalı yarım ton, böyük sekund intervalı isə 1 tondur. Fikir verirsiniz, arasındakı məsafə artımı yarım ton artır. Daha sonra tersiya intervalı üçüncü intervalımızdır. Kiçik tersiya intervalı 1 ton yarım, böyük tersiya 2 tondur. Dördüncü intervalımız elə 15-ci sualda da olan xalis kvarta intervalıdır. Xalis kvarta intervalı 4-cü intervaldır və onun arasındakı məsafə 2 ton yarımdır. Ton tərkibi 2 ton yarımdır. Daha sonra xalis kvinta var. Ümumiyyətlə var deməli intervallarımız. Xalis kvarta 2 ton yarım, xalis kvinta 3 ton yarımdır. Bura kimi hələ ki izah edim, çünki sualımız testin videosu da daha uzun olmasın. Xalis kvartanı dedik 2 ton yarımdır. Bunun arasındakı məsafə daha rahat versiyasını sizə deyim, bu testdə bu qayda işə yaramır. Amma bəzi testlərdə bu sizin köməyinizə çatacaq və vaxtınıza belə deyək qənaət olacaqdır. Əgər 2 not verirsə sizə, onun arasındakı məsafəni ilk öncə notlarını sayın, neçə not var arasında. Xalis kvarta 4-cü yerdədir deyə, intervallardan 4-cüdür və onun arasında 4 not var. Yəni, bax, indi sizə soldan misal göstərirəm. Sol, la, si, do. 4 not var. Bu həqiqətən də, indi bunu təbii ki də daha yaxşı notlar üzərində izahını da verəcəm, amma bu qayda bəzən işə yarayır. Çünki digərləri, məsəl üçün sizə versəydi ki, re, mi arasında 3 not var. Artıq bu biləcəydiniz ki, bu xalis kvarta deyil. Artıq sol, do'da dedik 4 not var. Re ilə sola baxsaq, re, mi, fa, sol 4 not var. Həqiqətən də xalis kvarta intervalı ola bilər. Mi, la, onu kimi 4 not var. Do, fa, si. Bunların hamısının arasında məsafə 4'dür deyə biz mütləq bunu notlar üzərində axtarıb tapmalıyıq. Amma yenə deyirəm, əgər bu tip sual verirsə, məsələn, do, mi yazar, do, re yazar, artıq sən biləcəksən ki, tapmasan belə, intervalları bilməsən belə görəsən ki, bunun arasında məsafə 2 notdursa, 2 not varsa fərq, deməli, bu 100% xalis kvarta deyil. Deməli, bu sualda isə notlarla izah ən yaxşı olar. Ona görə sizlə, baxın, dedik ki, intervalın arasındakı məsafələr yarım-yarım artır. Yarım-yarım artdığına görə ilk öncə baxın,
Do'dan biz buna, əgər pianoda ifası nəzərdə tutulur, hal-hazırda pianoda sizə göstərə bilmədiyim üçün bu not üzərində göstərəcəm. Deməli, pianoda ifa zamanı siz do, bir də re bemol üzərindən vursaq, bu zaman görürsünüz onun arasındakı məsafə nə olur? Yarım ton. Amma müəllimlər, biz buna do diyez deyə bilmərik. Bir ili düşmüşdü, deyir bunlardan hansı kiçik sekund intervalı deyil. Və variantlarda do diyez intervalı var idi, səhv olan o idi. Niyə? Çünki bu do diyez intervallarda ümumiyyətlə bunu demirik biz. Bemol olaraq gedirik. Do, re bemol deyirik. Bunu nəzərinizdə olsun, bu da düşübdür, yenidən düşə bilər. Ümumiyyətlə görsəz ki, sol diyez deyir, tək indi do'dan demirəm də, fa diyez deyir. Diyez görsəz bilin ki, artıq o sekunda intervalı deyil. Artıq bu deməli kiçik sekunda olmaq üçün mütləq şəkildə buna deyilməlidir. Do, re bemol. Digər notlardan da ola bilər, hələ ki bunun üzərindən izah edirəm. Daha sonra bu oldu yarım ton. Do'dan re bemolə. Daha sonra do'dan re'yə, burada yarım ton çaldı. Daha sonra re bemoldan re'yə. Bunun arası yarım ton elədimi? Yarım, bir ton. Bu qaydada biz gedirik. Yarım, bir yarım, iki yarım. Deməli, do'dan fa'ya bizim intervalımızın arası olacaqdır 2 ton yarım. 2 ton yarım da biz dedik xalis kvartanın tərkibidir, bəli. Amma bizim bu qaydada bütün notlardan gedir. İndi hamısını geniş şəkildə izah etmirəm. Səhv olanı sizə göstərəcəm ki, niyə səhvdir. Baxın, burada fa si yazıbdır A variantında. İndi fa notundan sol bemol yarım ton, fa'dan sola 1 ton. Deməli, fa'dan la bemola 1 ton yarım, fa'dan la notuna 2 ton, fa'dan si bemola 2 ton yarım, fa'dan si'yə olacaq 3 ton. Bizə lazım idi nə? 2 ton yarım. Çünki xalis kvartanın deyir, hansı xalis kvarta intervalı deyil. Artıq biz fa, si arasında məsafəyə baxdıq və gördük ki, fa, si arasında məsafə neçə tondur? 3 ton. Deməli ki, bu xalis kvarta intervalı deyil. Ona görə bizim elə səhv variantımız olacaqdır. A variantı. A variantı. Növbəti testə baxaq. Səbinə dedi ki, mənim ifa edəcəyim mahnını diyezli qamma hesab etmək olar. Amma onun ifa edəcəyi mahnıda işarə olmadığını da bildirdi. Səbinənin ifa etdiyi əsərin tonallığını müəyyən edin. Ümumiyyətlə, qammalar hər il düşür. Qammaların mütləq şəkildə tərkibini əzbərləmək lazımdır. Qammaların da ən sadə versiyasını, ən rahat versiyasını mən müəllimlərə izahını çəkib atmışam daha doğrusu müdavimlərim üçün. Baxın, diyezli qamma və deyir əsas məsələ işarə olmadığını. Ən rahat sual idi bu nəzəriyyə suallarının içərisində. Çünki heç bir işarəsi olmayan qammanı istəyirdi bizdən. Heç bir işarəsi olmayan qamma do major, la minor qammasıdır. Do major elə D variantı. Burada la major yox, la minor olsaydı ola bilərdir. Do major, la minor qammasında heç bir işarə yoxdur. La minor onun paralel minoru idi çünki. Daha sonra növbəti 17-ci sual. Musiqili komediya haqqında dərsdə müəllim şagirdlərdən bəstəkarların operettalarını deməyi tapşırdı. Bu zaman bir şagird səhvə yol verdi. Həmin şagirdin dediyi cavab hansı uyğun gəlir? Düzdür, burada variant görsənsə də, hərçənd Fikrət Əmirovun Gözün aydın əsəri musiqili komediyadır. İmrə Kalman Toy kimindir? Musiqili komediyadır. Bunlar ümumiyyətlə 9-cu sinif dərsliyində musiqili komediya dərsi var. Bax, orada hamısı tamaşaya qoyulan əsərlərdir. Əgər harada tamaşaya qoyulduğu da düşsə, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında. Boris Aleksandrov Malinovkada Toy musiqili komediyadır. Mir Mahmud Kazımovskinin Vırxavur musiqili komediyadır. Amma Tofiq Quliyev Qaynana filminə musiqi bəstələyibdir. O filmdir, musiqili komediya deyil.
Qaynana əgər musiqili komediyası desə, Qaynana musiqili komediyası Zakir Bağırovun musiqili komediyasıdır. Təkrarlayıram, Zakir Bağırovun musiqili komediyasıdır. Buna bənzər sual bundan əvvəlki ildə MİQ imtahanına düşmüşdü. Ona görə əsərləri biz öyrənən zaman mütləq şəkildə onların janrlarını da bilməliyik. Daha sonra buna bənzər yenə də bir suala rast gələcəyik. 18-ci sualda deyir ki, müəllim açıq dərs zamanı əzablı yollarla da yollar mahnısı, Bəxtiyardan dostluq mahnısını səsləndirdi. Bu zaman açıq dərsin mövzusu nə olar? Bax, əzablı yollar təzə 4-cü sinifə əlavə olunan filmdir. Bəxtiyar da 5-ci sinifdə də var, 4-də də var. Əzablı yollara yollar mahnısı, Bəxtiyara dostluq mahnısı, ikisini də ilk öncə onu qeyd edeyim ki, Tofiq Quliyev musiqi bəstələyibdir. Və bunlar hər ikisi filmdir. Yəni, açıq dərs mövzusu filmlər haqqında olacaqdır. Nə operetta deyil, nə simfoniya deyil, nə də balet deyil. Daha sonra 19-cu sualda hansı zərb aləti notlarla ifa olunurdu? Bu sual çox imtahandan çıxandan sonra müəllimlər tərəfindən biraz mübahisəyə səbəb olan suallardandır. Çünki çoxluq buna başqa variantlar yazmışdır. Həmçinin ilk dəfədir bu tip suallara rastlaşırıq. Bu sual sırf mən deyərdim ki, məntiqi sual idi. Çünki burada siz alətləri tanımalısınız. O bəzən deyirlər, müəllim, alətlərin şəkli düşür imtahana. Şəkli düşmür. Amma siz alətin görünüşünü xəyalınızda ən azından bilməlisiniz ki, təsvir eləyə biləsiniz. Bu tip suallar bax ona görə vacibdir. Baxın, müəllimlər, notlarla ifa olunan Laqutunu bəziləri yazmışdı, çünki Laqutunun imtahana düşür, düz Laqutuya aid başqa bir test var idi. Amma burada düzgün cavabımız bizim ksilofon idi. Niyə ksilofon desək əgər? Ksilofon belə bir zərbə alətidir, indi təxmini çəkirəm sizə. Bunların üstündə də belə pillələr var. Bu pillələrin üzərində də notlar yazılıbdır. Do, re, indi yəni necə ki pianoda biz baxan kimi pilləyə bilirik ki, bu hansı notdur. Burada da ksilofonda da baxan kimi pilləyə bilirsən ki, məsələn, bunun üzərinə basanda re'dir, bunun üzərinə basanda fa'dır və s. Yəni, onu demək istəyirdi bizdən. Yəni, başqa bir şey yox. Yəni, onu demək istəmirdi ki, notla baxıb ifa olunmaq mənasında yox da, notla ifa olunurdu zərb aləti. Yəni, digər məsələn, zərb alətlərini nəzərdə tutsan, baraban kimi, daha sonra çelesta, laquttu. Laquttu sadəcə orada not yoxdur ki, 2-4 bucaq ağac qutusudur. Ortaqda çubuqlarla hara gəldi, vuranda vurursan, o ifa olunur, yenə orada da not yoxdur. Çelesta, baraban da onu kimi. Bir ildə bunu görmüşkən deyim, baraban var, bir də balaban var. Baxın müəllimlər, bir il belə bir sual düşmüşdü. Balabanlı ilə olan nəfəsli bizim alətdir. Baraban zərb alətidir, Avropa zərb aləti hesab olunurdu. Daha sonra bu tip sualda çox imtahana düşür. Ümumiyyətlə, janrları öyrənəndən sonra onun tərkib hissələrində mütləq şəkildə öyrənmək lazımdır. Baxın, deyir, Samir elə bir instrumental əsər ifa edəcəkdir ki, 4 hissəli olsun. Hissələrindən biri sonata formasında olsun. Samirin ifa edəcəyi musiqi janrı, musiqi hansı janrda idi? Deməli, müəllimlər, baxın, ilk öncə konsertin də tərkib hissəsi sonata olur. Deməli, konsert 3 hissədən ibarətdir. Sonata allegro, mürəkkəb 3 hissəli, rondo sonata. Gördüyünüz kimi, sonata deyir ki, biri sonata formasında olsun, hissələrindən biri. Gördüyünüz kimi, konsertin hissələrindən biri sonata formasındadır. Amması var. Konsert 4 hissəli yox, konsert 3 hissəli musiqi janrıdır. Ona görə variantda çünki ən çox seçilən variantlardan biri konsert olmuşdur. Konsertin hissələri lap köhnə 9-a verilib, hal-hazırda o yoxdur, amma gəldi imtahana düşdü. Ona görə oxuyan zaman siz balansı saxlamalısınız. Deməli, konsert oldu 3 hissə, ona görə variantların içərisindən çıxardırıq. Daha sonra, bax, digər səhv edilən variant sonata idi. Deyək, biri sonata formasında olsun, sonata. Sonatanın hissələri yenə 3-dür. Bizdən 4 hissələ istəyirdi. Sonatanın hissələri ekspozisiya, işləmə, reprizadır. Sonatanın hissəsi sonata deyil. Ola bilərmi? Ola bilərdi. Elə janrlar var ki, ona bənzər ad, onun tərkib hissəsi də ola bilər. Amma hal-hazırda sonatanın hissələri deyir, həmçinin 3 hissəlidir. Düzgün cavabımız bizim simfoniyadır. Simfoniya adətən
adətən 4 hissəli quruluşda olur və simfoniyanın hissələrindən biri də sonata formasında edir. Ümumiyyətlə, digər janrların hissələrinə baxanda daha qısa-qısa deyirik ki, məsələn, sonatada ekspozisiya, işləmə, repriza, qısa-qısa. Amma simfoniyanın hissələri daha biraz uzun versiyada gedir. 4 hissəsi var və onun hər bir hissəsi uzun versiyada, onu da öyrənmək lazımdır. Və ümumiyyətlə, kitabların heç birində yoxdur. Mənim keçən imtahanda iştirak edən müəllimlərim bilir. Mən bu hissələrin hər birinin PDF formasını müəllimlərim üçün atıram ki, onlar üçün rahat olsun. Və bəzən o ön yarğı var ki, müəllimə əlavə çox yüklənirsiniz və yaxud da ki, kitabdan kənar düşmür, niyə verirsiniz? Baxın, bu tip suallara özünüz baxdınız, bayaqdan izah elədiklərim içərisindən bir neçəsi istisna olmaqla görürsünüz ki, kitabdan kənar suallar da var və ya əvvəl kitabda olan, kitabdan çıxarılan, ümumiyyətlə kitabda olmayan bu sual da onlardan biridir. Ona görə də mütləq şəkildə siz fikirləşməyin ki, elə kitab əsasında, orta məktəb kitabları əsasında mütləq oxumalısınız. Bəli, istisna orta məktəb kitablarıdır, bunu heç kim danmır. Amma kitablar olsa siz belə fikirləşin, hamı gedər elə 40 ixtisasının 40-ını da yazar, çıxar və ona görə azdır. Ümumiyyətlə, bu axır illərdə 40-a 40 yazan çox azdır. Mənim özümün əvvəllər daha çox 40 yazan müdavimim olurdusa, elə il olubdur ki, mənim 2023-cü ildə 10-15 daha çox, əvvəlki illərdə daha çox 40-a 40 ixtisas yazan vardı. Artıq imtahan nisbətən çətinləşdikcə, daha məntiqi suallar, situativ suallar artdıqca 40-a 40 ixtisas yazanların da sayı azalır. Və onu demək istəyirəm ki, sırf imtahan səviyyəli, sırf daha doğrusu orta məktəb kitabları elə olduğu kimi düşsə, hamı gedib yazar. Ona görə nisbətən Təhsil Nazirliyi tərəfindən verilən proqrama əsasən siz öyrənməlisiniz. Orada da bunların hamısı var. Kimi çıxdı dedi ki, yox, ay mənim proqramdan çox kənardır, kənar deyildi. Proqramla tanış olan adam onu bilirdi ki, proqramdan kənar orada heç bir şey yox idi. Hər şey proqramdadır. Mən əgər imtahan çətin olsaydı və yaxud da suallar çox kənar olsaydı, birinci onu şikayət edəcək insan mən olardım. Çünki bu il vakansiyalarla bağlı bilirsiniz, şikayəti mən Təhsil Nazirliyinə gedib bildirmişdim. Ona görə də mən suallarda heç bir çətinlik görmədim. Sadəcə dediyim kimi, bir-iki məntiqi sual vardı. Bayaqki ksilofon sualı kimi, daha sonraki əvvəlki testlərdə var idi ki, hansı muğamın əvvəlində lirik şeirin bir növü səslənir, bayatı kimi. Onlar sırf məntiqi, belə deyim də, cəhətdən yanaşılmalı olan suallardır. Xüsusi bir ekstra biliyə, ekstra bacarığa malik olan suallar deyil idi. Situasiya sualları idi, biraz məntiqi cəhətdən baxmaq lazım idi. Belə. O da bəzi müəllimlər var ki, bu məntiqi cəhətdən yaxşı yazır, yaxşı testlər işləyir. Bəzilər var ki, çətinlik çəkir. Normaldır, yəni hər kəsin qavrama tərzi, hər kəsin başa düşmə tərzi bir deyil. Necə ki, şagirdlərdə, necə ki, digər hərənin bir düşüncə tərzi var. Testlərdə də hərə bir nöqteyi nəzərdən baxa bilir. Məsələn, mənim özüm müdavimlərim olubdur. Halbuki onu hər dərs sual cavab eləmişəm. Demişəm ki, niyə bunu səhv eləmişsən? Axı mən bunu dəfələrlə demişəm. Deyir, mən həmin vaxt bu testdə bu nöqteyi nəzərdən baxmadım. Fikirləşdim ki, məndən başqa şey istəyir. O sualı gördüyü kimi yox, özünün başa düşdüyü tərzdə qəbul edibdir. Bu da həmin müəllimlər üçün biraz çətinlik çəkir. Ona görə deyirəm ki, mən həmişə sualları çalışın, 2 dəfə oxuyun, 3 dəfə oxuyun. Əgər başa düşməsəz, o zaman növbəti suala keçin. Görün hansını rahat başa düşürsünüz, oradan başlayın. O zaman təzədən qayıdıb o bilmədiyiniz suallara və yaxud da ki, başa düşmədiyiniz suallara qaydanda görəcəksiniz ki, burada o qədər də çətin bir şey yox imiş.